Hürmetli Prezident, hürmetli Mehriban Hanım, bu zaman Sabrat rayonlarının kənd cəmaatı cəm olmuşuq. Səbəb də sizin göstərişinizlə Heydər Əliyev Fondunun tərəfi ilə tikilən məktəbin 3 ildir məktəb tikilib, bizə gözəl şəraitimiz var. Amma çox təəssüf ki, bugüne qədər də istilik sistemi işləmir. Gürbəcür bəhanələr düzəldirlər. Şirkətlər tikilən, onun məktəbi tikən şirkət başqasının boynuna atır. Onlar başqasının nəticədə balalarımız soyuqdan əziyyət çəkirlər. Mən çox xahiş edirəm. Bir prezident kimi, bir vitse-prezident kimi Mehriban xanım, yoldaş İlham Əliyev bu işə əncam çəkəsiniz, ölkə başçısı kimi. İlyas müəllim, çox xahiş edirəm, Sabrat rayonlarının kənd cəmaatının səsin lazımı yerlərə çatdırasınız. Bir korrupsiya xəbər agentliyinin rəhbəri kimi sizdən bu cəmaat xahiş edir, cəmaatın adından bir şəhid ailəsi kimi mən xahiş edirəm. Xahiş edirəm ki, bu bizim səsimizi lazımı yerlərə çatdırasınız. Sabrat rayon Narlı kənd sakinləri burada cəm olmuşuq. Mən Əliyev Haqverdi Gül Əhmədoğlu, yapınız bu şəhid ailəsi. Mən sizdən bir saqqal kimi çox xahiş edirəm, İlyas müəllim. Bizim səsimizi lazımı orqanlara çatdırasınız. İndi yoldaşlar da fikirlərini deyəcək. Dərdimiz birdir, ağsaqqallar da dinləyək. İnşallah ki, bizim səsimiz çatar lazımı yerlərə. Buyurun, Kəbalan, İlyas müəllim. Sabirabad rayon Narlı kənd sakini, birinci müharibə veteranı Abdurrahmanov Babacan Bərxudoğlu. Cənab Prezident, mən sizdən xahiş edirəm. Bizim Narlı məktəbinə böyük bir məktəb tikilib, görünməyən bir məktəbdir, görünməyən bir şəraitdə. Amma bizim məktəbimizin işıq sistemi xarab, su sistemi harab. Ondan sonra qaz sistemi vermirlər. Mən şəxsən 9 dənə nəvə məktəbə gedirəm. Mən bu günləri məktəbə getmişəm. Məktəb buz kimi. Uşaq otura bilmir. Biz sizdən xahiş edirik, bizə kömək edirik. Məktəbi tikən oğlan boynundan atır. O birisi boynuna atır, o mumun boynuna atır, bu mumun boynuna atır. Yer duran yoxdur bu məktəbə. Bizim balalarımız qırılır. Bizim balalarımız soğuqdan ölür. Xahiş edirik, bizə kömək edirik. Və üzümü tuturam İlyas müəllimə. İlyas müəllim, xahiş edirəm, bunu işıqlandırın, işıqlandırın. Bu uşaqların heç duasız səbəbsə. İnşallah. Bizə kömək edirik. Çox sağ olun, çox var olun. Bu cəmaata kim kömək eləsə biz qabaqdan ona təşəkkür edək. İlyas müəllim, bax, burada 2 deputatımıza, bir də Sahibə Qafarova, Milli Məclis sədrinə məktub imzalamışıq, ünvanlamışam. Bax, bu da onların göndərişi haqda məlumat. Çox xahiş edirəm. Milli Məclisə də bir, necə deyərlər, bu vəziyyət haqda özünüz bildirəsiniz və həyəcan siqnalı çalır cəmaat. Bu cəmaatın bu səsin lazım orqanlara çatdırasınız. Çox sizdən xahiş edirəm. Qabaqcadan təşəkkür edirəm. Belə geçsə bu uşaq məktəbə getməyəcək. Sabah qabaqda maroz gəlir. Şəxsən mən nəvələrimi qoymayacam. Hamının dediği kimi mən də nəvələrim gedir. Mən artıq pulum yoxdur. Sabahlar o xəstələnsin, mən o aparım hardasa malzələ. Düz. Hamısı xəstələnir, grip olur. Körpə uşaqlardır. Buz kimi evdə. Kim yaşaya bilər? Xahiş edirəm. Bu müəyyən orqanlar bizə kömək eləsin, qazın verilsin, bərpa olunsun. Biz nə istəyirik? Başqa şey istəmirik ki. Məktəbə qaz istəyirik. Bu qədər. İlyas müəllim, bax bu bizim kəndimizin şəhidlər üçün yaradılmış abidəsidir. Burada bu kəndin 4 dənə şəhidi uyuyur. 4 dənə şəhidimiz var, balaca kəndin 4 dənə şəhidi var. 4 şəhidi olan bir kəndin şəraiti necə lazımdır, qanunlu şəkildə olmalıdır. Bizdə hələ ki yoxdur. Yəni qanun pozanlar bunu yaratmırlar. Onu da deyəm ki, bütün rəhbərlik, rayon rəhbərliyinin, təhsil şöbəsinin müdürünün hamısının bu işdən xəbəri var. Hamısına xahiş edirəm ki, məlumat vermişik ki, bizə kömək edin. Hələ ki bir kömək yoxdur. Xahiş edirəm, bizim səsimizi çatdırın yuxarılara. Çox sağ olun, minnətdarım, təşəkkür edirəm qabaqcadan.